Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, mən bu videoda sizə törəmə və tətbiqlər mövzusunun ikinci bölməsi olan törəmənin həndəsi mənası və toxunanın tənliyi. Yəni, bu bölmənin testlərinin izahını verəcəm. Zəhmət olmasa kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın. Eyni zamanda mən bu bölmədə sizə bu mövzunun qısa şəkildə qaydalarını və izahlarını göstərəcəm. Əlavə olaraq onlayn hazırlığa qoşulmaq istəyən yoldaşlar 9, 10 və 11-ci siniflər, eləcə də müəllimlər sertifikasiya hazırlığı üçün ekranda gördüyünüz nömrədən əlaqə saxlaya bilərsiniz. Gəlin başlayaq bir nömrəli tapşırıqdan. Görək bir nömrəli tapşırıqda bizə nə deyir? Deyir ki, funksiyasının qrafikada x0 bərabərdir -4 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Sən qayda olaraq nəyə bilməlisən? Qayda olaraq bilməlisən ki, f' x0 bərabərdir k, bu da bərabərdir tangens alfa. Biz funksiyalar və qrafiklərin mövzusunda bunun bu hissəsini demişik. Törəmə mövzusunda isə ümumi bunu biz yadda saxlayacağıq. Bu nə deməkdir? Yəni, funksiyanın x0 nöqtəsindəki törəməsi onun bucaq əmsalına bərabərdir. Həmin bucaq əmsalda x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensidir. Biz bunu funksiyada demişik. X oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensi. İndi mənə bir nömrəli tapşırıqda deyir ki, x0 bərabər -4 nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Yəni, mən törəməni birinci tapacağam. f' x bərabərdir. Törəmədə 2 düşür qarşıya, üstdən 1 çıxılır, 7x-in törəməsi də 7. Və x-in yerinə gətirib -4'ü qoyacağım. Yəni, f' 4 bərabərdir. 2 vur 4 plus 7, 15. Biz nə dedik bunun bu tərəfinə? x0 nöqtəsindəki törəməsi bu bucaq əmsalına bərabərdir. Elə bu bucaq əmsalına çəkilən toxunun -4 yazacağım. Mənfini itirdik. -4 yazanda olacaq -8 üstə gələk 7 bərabərdir -1. Bu da elə toxunanın bucaq əmsalıdır yuxarıda yazdığım qaydaya görə. Bir də doğru cavab B variantı. İkinci sualın izahına baxaq. Burada yenə də biz eyni proses edə bilərik. x0 bərabər 2 nöqtəsində çəkilən toxunanın bucaq əmsalını tapmaq üçün birinci mən törəməni tapıram. Yenə də 2 düşür qarşıya, üstdən 1 çıxılır, plus 4x-in törəməsi də 4. Və f' x-in yerinə 2 yazacağım. 2 vur 2 plus 4. Bu da bərabərdir 8. Mən də nə dedim? Törəmənin x0 nöqtəsindəki qiyməti nəyə bərabərdir? Bucaq əmsalındır. Doğru cavab C variantı. 3 nömrəli tapşırığa baxaq. Absisi x0 bərabərdir 0 nöqtədə parabolasına çəkilən toxunan absis oxuna paraleldir. Bu sualları başa düşərək yadda saxlasaq, sizin yadınızdan çıxmaz. Sizin əsas probleminiz odur ki, siz bu sualları başa düşərək yadda saxlamırsınız. Baxın, sənə deyir ki, x0, absisi x0 nöqtəsində parabolasına çəkilən toxunan absis oxuna paraleldir. X oxuna paraleldir o deməkdir ki, bizim ümumiyyətlə k-mız nədir? X oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır k. Sənə absis oxuna paraleldir deyirsə, bu x-dir, bu y-dir. O zaman absis oxu ilə heç bir bucaq əmələ gətirmir. Paralelcə 0 dərəcə əmələ gətirir. Yəni, sən burada nə edəsən? f' x0'ı bərabər edəcəksən. Mən yuxarıda demişdim, bunun bu tərəfi də var da, tangens alfa. Bunun alfası yoxdur. Bunun alfası 0'dır. Alfa nə idi? X oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq. Yəni, f', burada artıq bucaq əmsalını mən maraqlı deyil. Mən bucaq əmsalını işləmirəm. Məcbur bununla işləyəcəm. Və x oxunun istiqaməti ilə heç bir bucaq əmələ gətirmir. Çünki absis oxuna paraleldir deyir. O zaman f' x0 bərabərdir tangens 0 dərəcə. Və salam, törəməni tapaq. f' x. Törəməni tapaq. Deməli, 2 düşür qarşıya, üstdən 1 çıxılır, 3 vurulsun. 2 düşür qarşıya, üstdən 1 çıxılır, 12x-in törəməsi 12, sabitin törəməsi 0. Nə aldım? 6x minus 12. Və x0 nöqtəsindəki törəməsi, x-in yerinə 0 yazıram, önəmi olmur, amma yenə də yazaq.
Tam belə qanunu olsun. Bərabərdir. Tangent 0-da da nəyə bərabərdir? 0-a. Buradan 6 2 0 bərabərdir 12. 2 0 bərabərdir 2. Vəssalam. 3-də doğru cavab x0 istəyirdi da bizdən. D variantı. 4 nömrəli tapşırığa bax. Burada da eyni qayda ilə yenə də törəməni tapacağam. Artıq bunu birə bil ki, iki eyni tipdə sualın birini geniş izah eləyəcəm. Geniş izah elədiyimə görə o birisini qısa üsulla deyə bilərəm. Törəməni tapaq. Deməli 4x minus 6 və x-in yerinə x0 qoyacağım. F eşitdir x0 bərabərdir. 4x minus 6 bərabərdir. Apsiyonla paraleldir, yəni 0-a bərabərdir. 4x bərabərdir 6. X də bərabərdir 6 böl 4. 3 böl 2. 4-də doğru cavab D variantı. 5-ə baxaq. Baxın, qrafikinə çəkilən toxunanın tənliyi. İndi gəlin toxunanın tənliyinə baxaq. Uşaqlar, toxunanın tənliyi nədir? Deməli, fx bərabərdir toxunanın tənliyi. Deməli, fx0 üstə gələk. F eşitdirik x0 x çıx x0. İndi gəlin bunu biz tətbiq edək. Mən birinci nəyə tapacağam? Fx0. Yəni funksiyada x0-ı gətirib yerinə yazacağam. Birinci gəlin f eşitdirik, daha doğrusu fx0-ı tapaq. Yəni funksiyada x-in yerinə x0-ın qiymətini qoyacağam. 9. Bu da bərabərdir -3. Bu birinci addım. İkinci addım. Törəməni tapıram. Y eşitdirik bərabərdir. Mənfi kök x-in törəməsi. Qabaqdakı mənfi ilə sənin işin yoxdur. Kök x-in törəməsinə biz demişik 1 bölü 2 kök x. Üçüncü addım. Törəmədə x0 yazıram yerinə. Törəmədə. x0 9'u. Törəmədə yazaq yəni. 1 bölünsün 2. Kök altında 9. Bu da bərabərdir. -1 bölü 6. Bu da bizdə nə oldu? F eşitdirik x0'dır da bu. Məsələn 3 addımdan ibarət. İndi gəlin quraq. F x0 -3 plus F eşitdirik x0 6'da 1 -6'da 1 x çıxılsın. x0'ımızda 9'dur. Belə. Bərabərdir. -3 çıxılsın 6'da 1 vurulsun x minus 9. Bu da bərabərdir. -3. 6'da 1'i içəri vursan. -6'da 1 x. Üstə gələk 6'da 9. Və belə. İndi gəlin bunu hesablayaq. Bunu biraz qanuni şəkildə yazaq. Deməli, mənim tənliyim fx bərabərdir. -6'da 1 x. Deməli, gəlin bunu hesablayaq burada. -3 üstə gələk 6'da 9. Bərabərdir. 6'da 9 çıxılsın 6'da 18. -6'da 18 yazdım da mən. Bu da eləyir 6'da -9. Bu da bərabərdir. Mənfi ixtisar gedir 3'ə. 2, 3. Deməli 6'da 1 x çıxılsın 2'də 3. 5'də nə olur? Doğru cavab D variantı. Yəni biz nəyə tapırıq? Birinci funksiyada x0 gətirib yerinə yazırıq. Daha sonra törəməni tapırıq. Daha sonra törəmədə yerinə yazırıq və bu ifadədə bütün tapılanları yerinə yazıb toxunanın tənliyini alırıq. Davam edək növbəti 6-cı sualına. Eyni tipdə sual. Baxın. Toxunanın tənliyinə aid birini izah edəcəm. Artıq növbəti suallarda sən toxunanın tənliyinə aid sualları özün yazacaqsın. Bax, bunu yadda saxlayın. Yəni, ay müəllim, hamısını izah eləmirsən, ötürürsən, neyinirsən, bu tip bəhanələrini mənə gəlməyin. Zəhmət olmasa, izaha uyğun olaraq izahı öyrənin, sonra da işləyin. Yox, sən sualları əzbərləyirsənsə, elə sənin ən böyük problemin budur. Deməli, yenə də mən düsturumu gəlin xatırlayaq. Düsturumuz belə idi bizim. Fx tənliyim bərabərdir. Fx0 üstə gələk. F eşitdirik x0 vurulsun x0. Deməli, qaydadan bir də xatırlayaq. Birinci biz funksiyanın özünün x0'ın qiymətin yerinə yazıram. Fx0 bərabərdir.
Kök altında x0'ın qiymətini yerinə yazsam 4 bərabərdir 2. İkinci halda funksiyanın törəməsini tapıram. Y iştirik bərabərdir. Kökün törəməsi 1/2 kök x. Üçüncü halda x0'ın qiymətini törəmədə yerinə yazıram. Y iştirik x0 bərabərdir 1/2 kök altında 4. Bu da bərabərdir 1/4. Vəssalam. İndi gətirək yerinə yazaq. Deməli, f2-0'ımız 2 üstə gələk. Törəmədə yerinə yazanda 4'də 1 vurulsun, x çıxılsın, x0'ımızın da qiyməti 4. Bu x-dən asılı olmalıdır. Yəni x-in yerinə sən nəsə qoymağa çalışma. 2 üstə gələk. 4'də 1 içəri vursam 4'də 1 x çıxılsın, 4'də 1-i də 4'ə vuranda 1. Bu da bərabərdir 4'də 1 x üstə gələk 1. Yəni toxunanın tənliyi olur fx bərabərdir 4'də 1 x plus 1. Belə bir cavab varmı? C variantına oxşayır. Sonra 7 nömrəli tapşırığa baxaq. x0 bərabərdir 0 toxunanın tənliyi və daha bir toxunanın tənliyidir. Gəlin ona da baxaq. Yenə də mənim qaydam dəyişməyəcək. Birinci halda mən nə edəcəm? x0'ı gətirib funksiyada yerinə yazacağam. fx0 yəni 0'ı yerinə yazacağam. 0'ın kvadratı çıxılsın 4 vur 0 plus 5. Bu da bərabərdir 5'ə. Sonra ikinci halda törəməni tapıram. F iştirik x bərabərdir. Törəməni tapanda 2 düşür qarşı üstdən 1 çıxılır. 4x'in törəməsi 4, 5'in törəməsi 0. Üçüncü halda törəmədə yerinə yazıram. x0'ın qiymətini 2 vurulsun 0 minus 4 bərabərdir -4'ə. Aha. İndi nə edəcəm? Toxunanın tənliyi birinci f0 yəni fx0 daha doğrusu 5 üstə gələ f iştirik x0 -4 vurulsun x çıx x0. Bu da bərabərdir 5 çıxılsın 4x. 5 minus 4x və yaxud da bunu belə yaza bilərəm toxunanın tənliyi. fx bərabərdir -4x plus 5 kimi. 7 doğru cavab C variantı. 8 nömrəli tapşırıq. Artıq bunu öz-özdə yaza bilərsiniz. 9 nömrəli tapşırıq. Baxın, artıq biz burada toxunanın müsbət absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq söhbəti var. Yəni mənim toxunanımın bucaq əmsalı bu idi. K, bu da tangens alfa. Artıq mən burada bucaq əmsalı ilə işim yoxdur. Mən bunun f2-0, f'(x0) bərabərdir tangens alfa hissəsi ilə işləyəcəm. Çünki funksiyan var, f2-0'ım var və bucağı istəyir səndən. Yəni törəməni tapacağım birinci. Törəməni tapaq. f'(x) bərabərdir. Törəməni tapaq. Bu funksiyanın törəməsi 3 düşür qarşıya üstdən 1 çıxılır. Çıxılsın 3 vurulsun. 2 düşür qarşıya üstdən 1 çıxılır. X-in də törəməsi 1. Aha, gəlin biraz səliqəli formada yazaq. 3x-in kvadratı minus 6x plus 1. Deməli, mən törəməni tapdım. Nə dedim? Törəmənin x0 nöqtəsindəki qiyməti tangens alfaya bərabərdir. Gəl, törəmənin x0 nöqtəsindəki qiymətini tapaq. 3 vurulsun 2'nin kvadratı çıxılsın 6 vur 2 plus 1. Bərabərdir tangens alfa. Yəni, sənin absoxu müsbət istiqamət əmələ gətirdiyi bucaq deyəndə, bax, bu alfanı istəyir səndən. 2 dəfə 2, 4, 12, çıx 12, üstə gələk 1 bərabərdir tangens alfa. Demək, buradan tangens alfa bərabərdir 1'ə, alfa da bərabərdir 45 dərəcə. Dövrünə ehtiyacım yoxdur mənim. 9 doğru cavab B variantı. 10 nömrəli tapşırıqda yenə də absoxu müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq 60'dır. Yəni, yenə də mən törəməni tapacam. Bu kök 3'dür bu arada. Deməli, kök 3 bölü 2 ilə işim yoxdur. Kök 3 bölü 2 A sabit bədəl ədəddir. X kvadratın törəməsi 2 düşür qarşıya üstdən 1 çıxılır. Çıxılsın, yenə də sabitlə işim yoxdur. X-in də törəməsi 1 verir mənə. Və f iştirik x0 bərabərdir. Elə bil ki, bizim misalımız belədir daha. F iştirik x0 bərabərdir tangens 60 dərəcə. Çünki absis oxu ilə 60 dərəcəli bucaq əmələ gətirir. Bu deməkdir. x0 nöqtəsini yazaq yerinə. F iştirik x0 yəni
3. 2, 0. Bu da bərabərdir f iştirik. 2, 0'ım 3 verir mənə. Gətirək 3 yazaq yerinə. Deməli, kök 3 bölünsün 2. Buralar ixtisar gedir də burada. Bunu yazmağa təkrar ehtiyac yoxdur. Kök 3 a. X'in yerinə 3 yazacağım. Çıxılsın 2 kök 3. Bərabərdir. Tangens nəyə? 60'a. Yəni, sən törəməni tapır. Biz nə inirdik? Törəməni tapıb 2, 0 yerinə yazıb tangens alfaya bərabər edirdik. Burada da eyni qayda ilə törəməni tapdım. 2, 0 yerinə yazdım və tangens alfanı mənə veribdir. Tangens 60 dərəcə. Bunu gəlin hesablayaq. Deməli, 3 kök 3 a çıxılsın 2 kök 3 bərabərdir. Tangens 60'da bizə nəyi verir? Kök 3'ü. Hər tərəfdən kök 3'ləri atsam 3a çıx 2 bərabərdir 1'ə. Kök 3'ə bölsəm 3a bərabərdir 3'ə. A da bərabərdir 1'ə. Deməli, 10 nömrəli tapşırıqda doğru cavab A variantı. 11. Yenə də eyni proses gedəcək. Yenə də dəyişən bir şey yoxdur. Deməli, burada biz nə edirik? Bucağı istəyir məndən. Yəni, mən nə edəcəm? F iştirik 2, 0 bərabərdir tangens alfa. Yəni, funksiyanın törəməsini tapıb x0 yerinə yazacağım. Gəlin, funksiyanın törəməsini tapaq. Y iştirik bərabərdir. Mənfislə işim yoxdur. X kvadratın törəməsi 2 düşür qarşıya üstdən 1 çıxılır. Plus 2 vurulsun. Kökün törəməsi 1 bölünsün 2 kök altında həmin ifadə. Həmin ifadə mürəkkəb olduğuna görə biz onun ayrıca törəməsinə baxmalıyıq. Plus 12 vurulsun. Elinin də törəməsi 1 bölü x minus 1. X minus 1 mürəkkəb olduğuna görə ayrıca törəməsi. Müəllim olsa eyni şeydir. Ehtiyac yoxdur onu tapmağa. 1 eləyir falan. Mən riyazi üsulla həll yazıram sizə. Yəni 1 eləyir, 0 eləyir. Onun bizə bir misalımıza bir adiyyəti yoxdur. Yəni törəmənin tərifi budur. Gəlin bunu biraz sadələşdirək. Y iştirik bərabərdir. Mənfi 6x plus 2 bölünsün. 2'lər gedir burada. 1 bölünsün kök 2x 1 bölünsün kök altında x minus 1. X minus 1'in törəməsi 1 eləyir mənə. Üstə gələk. 12 yuxarı qalxır. Məxrəcdə x çıx 1. X minus 1'in də törəməsi ilə x'in törəməsi 1 eləyir. Mənfi 1'in də törəməsi 0. Yəni 1 eləyir. Törəməni tapdım. İndi x0 yerinə yazacağım. Tangens alfaya bərabər edəcəm. Gəlin edək. Deməli, y iştirik 2 bərabərdir. X-i yerinə 2 yazsam, mənfi 12 üstə gələk 1 plus 12 bərabərdir tangens alfaya. Burada 12'lər islah mənfi 12, 12 islah olur. 1 bərabərdir tangens alfa. Alfa ilə bərabərdir 45 dərəcə. C variantı. 12 nömrəli tapşırığa baxaq. Aha, maraqlı bir sualdır. Maraqlı bir sualdır. Deməli, deyir ki, fx funksiyasının qrafikinə əsasən A1, A2 və A3 nöqtəsində toxunan düz xətlərin bucaq əmsallara uyğun olaraq K1, K2 və K3'dür. Bu düz xətlərin bucaq əmsallarını müqayisə edin. Baxın. Biz burada müqayisəni necə aparacağıq? Ümumiyyətlə biz nə demişik? Tutaq ki, A3'ün əmələ gətirdiyi bucaq. Gəlin belə yazaq. A3'ün əmələ gətirdiyi bucaq olsun alfa 3. Bu da uyğun olaraq olsun K3. A1'in əmələ gətirdiyi bucaq olsun beta. Buna da uyğun olsun alfa 3 yox, alfa. K1. A2'nin əmələ gətirdiyi bucaq olsun gamma. Buna da uyğun olsun K2. Biz burada nə görürük? A3'ün əmələ gətirdiyi bucaq, A1'in əmələ gətirdiyi bucaq və A2'nin əmələ gətirdiyi bucaq. Bunun hansı böyükdür? Təbii ki, A2'nin əmələ gətirdiyi bucaq böyükdür. Və hər biri də iti bucaqdır. Yəni, birinci rübun bucaqdır. Yəni, A2'nin əmələ gətirdiyi bucaq böyükdür. A1'in əmələ gətirdiyi bucaqdan, betadan. Bu da böyükdür. A3'ün əmələ gətirdiyi, A2'nin əmələ gətirdiyi bucaqdan. Bir dəqiqə. A3'ün əmələ gətirdiyi bucaq. A3'ün əmələ gətirdiyi bucaq alfa
böyükdür. A1-i nə əmələ gətirdi bizə? Beta böyükdür. A2-ni əmələ gətirdi bizə qammadan. Və hər biri iti bucaqdır. Fikir verin. Hər biri iti bucaq. Biz demişik ki, birinci rübün bucağıdır. Biz demişik ki, birinci rübdə tanget bütün rüblərdə artır. Artırsa bucağı böyük olanın bucaq əmsalı da böyük olacaq. Səbəb nədən ibarətdir? Axı biz bayaq bucaq əmsalını izah edəndə nə dedik? Dedik ki, f eşitdirik x0 bərabərdir k. Bu da bərabərdir tangens alfa. Bu nə deməkdir? K-sı böyük olanın tangens alfası da böyükdür. Yaxud da tangens alfası böyük olanın k-sı da böyükdür deyə bilərik. Çünki ona bərabərdir. Yəni, bucağı artıq böyük olanın bucaq əmsalı da nə olacaq? Böyük olacaq. Alfa hamısından böyükdür deyə alfa hamısından böyükdür. Yox, mən burada yerin həssi yox, səhv qoymamışam, səhv qoymuşam. Deməli, A3-ə uyğun olan K3-dür, A2-ə uyğun olan K2-dir, A1-ə də uyğun olan K1-dir. Biz bunu burada səhv qoymuşuq, baxın. A3-ə uyğun olan alfa, bax, A3 hamısından kiçikdir əslində, baxın, A3, alfa kiçikdir. K1, yəni A1-ə uyğun olan beta, A1 budur, betadan, düzdürmü? Bu da kiçikdir. A2'ye uyğun olan bu qammadan. Yəni qamma hamısından böyükdür. Qamma hamısından böyüksə, qammaya uyğun olan bucaq əmsalı hamısından böyük olacaq. Alfaya uyğun olan K3'dür. Kiçikdir. Beta'ya uyğun olan K1'dir. Bu da kiçikdir. Qammaya da uyğun olan K2'dir. Yəni D variantı. Yəni məsələn bərabərsin işarəsini səhv qoymuşdum. Yəni burada məsələ nədən ibarətdir? Yenə də təkrar edirəm. Bucaq əmsalı böyük olanın tangensi də böyükdür. Bir də burada ən böyük bucaq K2-dədir deyə, K2-nin, daha doğrusu A2-dədir deyə, A2-yə uyğun olan K2-dir, K2 ən böyük olmalıdır. Sonra ən böyük A1-dir, böyükdür K1. Ondan da böyük, A3 dolardan kiçikdir, K3 ən kiçik olmalıdır. Yəni tangens alfası ən kiçik olanın bucaq əmsalı ən kiçikdir, vəssalam. 13 nömrəli tapşırığa baxaq. 13 nömrəli tapşırığın bir hissəsi buradadır, bir hissəsi burada olsun. Gəlin 13'ə baxaq. Deməli, funksiyanın qrafikinə ordinat oxu ilə kəsişəndə, y oxu ilə kəsişəndə biz nə edirik? X-ə 0 veririk. Ordinat oxu ilə kəsişmə nöqtəsindən çəkilən toxunanın tənliyi, yəni X-ə 0 verəcəm mən. X0 bərabərdir 0-da toxunanın tənliyini quracam. Deməli, biz burada birinci nəyi tapırdıq? Birinci bu X0-ı ordinat oxunun kəsişdiyinə görə. Birinci halda mən gətirib burada yerinə yazırdım. X-in yerinə 0 yazsam, 0 çıxılsın, 2 vur 0 plus 5 bərabərdir 5. İkinci halda törəməsini tapıram. Y iştirik bərabərdir 2x minus 2. Üçüncü halda törəmədə yerinə yazıram. Törəmədə yerinə yazsam x0-ın qiymətini bərabərdir. Bu da olacaq mənfi 2. Yenə də deyirəm, ordinat oxunun kəsişdiyinə görə biz belə yazdıq. Deməli, mən tənlini quran zaman nə edirəm? Birinci, funksiyanın x0 nöqtəsindəki qiyməti plus törəmədəki qiyməti mənfi 2 vurulsun x çıx x0. Bunu da sadələşdirsəm 5 çıxılsın 2x. Yəni funksiyamın tənliyi olacaq fx bərabər və yaxud y bərabərdir, fərqi yoxdur. Mənfi 2x üstə gələk 5. Doğru cavab 13B variantı. 14 nömrəli tapşırığa baxaq. Absis oxu ilə kəsişmə nöqtəsindən çəkilən toxunanın tənliyini deyir tapın. Gəlin baxaq. Deməli 13 idi da indi baxdığımız. İndi 14-ə baxacağıq. Bəli. 14 nömrəli tapşırığa baxaq. Deməli biz y oxu ilə absis x oxu ilə kəsişəndə biz y-ə 0 verməliyik. Yəni 8x kubu çıx 1. Y-imiz mən fx-imdir da. Bərabərdir 0. 8x kubu bərabərdir 1. X kubu bərabərdir 1 bölü 8. X də bərabərdir nə olur? 2-də 1. Deməli, 2-də 1-də çəkilən toxunanın bucaq əmsalını mən tapacam. Bucaq əmsalını tənliyi. Deməli, x0 bərabərdir 2-də 1-dən çəkilən toxunanın bucaq tənliyini. Yenə də mənə birinci halda nə lazımdır? Funksiyada yerinə yazmağım lazımdır. Funksiyada yerinə yazacağım. Yəni fx0-ı funksiyada yerinə yazanda burada yerinə yazacağım.
olacaq 8 vurulsun 2-də 1-in kubu çıx 1 bərabər 0. İkinci halda funksiyanın törəməsini tapacağım. F eşitdir x bərabərdir. Deməli 3 düşür qarşıya, üstündən 1 çıxılır. 1-in törəməsi 0. Üçüncü halda törəmədə yerinə yazacağım bunu. F eşitdir 2-də 1 bərabər 24 vur. X-in yerini 2-də 1 yazsam kvadratı 4-də 1. Bunlar gelir, burada qalır 6. Deməli mən tənliyi quran zaman necə yazacağım? Y bərabərdir. Funksiyanın qiyməti təbii ki 0-dır. Üstə gələk. Törəmədəki qiyməti 6. X çıxılsın. X 0-dır. 2-də 1. Bunu içəri vuraq. 6x çıxılsın. 6-nı 2-də 1-ə vuranda 3. Deməli 6x çıxılsın 3 şəklində olacaq. 14-də doğru cavab nə olur? Y variantı. 15-ə baxaq. Funksiyasının qrafikini çəkilən toxunanlar OX oxuna paralel olduğu toxunma nöqtəsinin absislərin cəmini tapın. Deməli, məsələnin mahiyyətində bizə nə deyir? Qrafikən çəkilmiş toxunanlar OX oxuna paralel olduğu. X oxuna paraleldir sözünün mənası nə deməkdir? Yəni, yenə deyirəm, bayaq demişdim bunu. F eşitdir x0 bərabərdir. Tangens absis oxuna paraleldirsə, deməli alfamız 0-dır. Yəni, mən törəməni tapacağam, bərabər edəcəm 0-a. Törəməni tapaq. F eşitdir x bərabərdir. Deməli, 3-də 1 vurulsun. 3 düşür qarşıya, üstdən 1 çıxılır. Üstə gələ, 2-də 1 vurulsun. 2 düşür qarşıya, üstdən 1 çıxılır. Çıxsın törəməsi 2. Y və F(x0) törəmədə x0 yerinə yazacağım. Bərabərdir. X0-ın kvadratı. Üstə gələ x0 çıx 2. Və bərabər edəcəm 0-a. Absislərin, yəni x0'ların cəmi. x0 1, üstə gələ x0 2 bərabərdir -1-ə. Deməli, çevrilmiş kvadrat tənlikdir də viyyətə görə yazdım. 15-də doğru cavab D variantı. 16 nömrəli tapşırığa baxaq. Eyni qayda burada da öz əksini tapır. Toxunma nöqtəsinin absisləri cəmi. Sadə bir sualdır. 17. Qrafikinə toxunan düz xətt absis oxuna paraleldir. Yenə eyni qaydadır, amma bunu biz gəlin birində yazaq. Absis oxuna paraleldir deyirsə, yenə də mən törəməni tapacağım. Törəmənin x0 nöqtəsindəki qiyməti bərabər də olacaq. Tangens 0 dərəcə. Yəni biz əvvəldə yazmışdıq f(x0) f eşitdir x0 bərabərdir k bərabər tangens alfa. Bax, demək olar ki, hamısı bu tənliklərdən ibarətdir bizdə. Törəməni tapaq. F eşitdir x bərabərdir. Mənfi 1-dir da bunun əmsalı. X-in törəməsi 1. 5-in törəməsi 0. 3 vurulsun. L-nin törəməsi 1 bölünsün. L-nin altındakı ifadə. L-nin altındakı ifadə mürəkkəbdir. Bunun ayrıca törəməsinə baxıram. F eşitdir x0. Daha doğrusu birinci burada x olmalıdır. Qanunu yazaq da. Daha sonra yerinə yazacağım mən. -1 üstə gələk. 3 bölünsün x plus 2. X plus 2-nin törəməsi də 1. Demək, törəməni tapdım. x0 nöqtəsi bunun toxunma nöqtəsinin absisidir. Biz bayaqki məsələlərdə nə deyirdik? Deyirdik ki, x0 nöqtəsinə toxunanın tənliyi, toxunanın bucaq əmsalı. Ona görə mən x-in yerinə x0 yazacağım. Əslində, məsələn, bunu indi baxanlar, bəzi müəllimlər də deyir, bunun önəmi yoxdur, əzbər şəkildə, amma bunu tam-tamına başa düşün deyə belə yazıram. -1 üstə gələ 3 bölünsün, x-in yerinə x0 yazın, plus 2 bərabərdir tangens alfa. Absis oxuna, düz xətt absis oxuna, toxunan absis oxuna paralel olduğuna görə tangens 0 dərəcə. 0-a bərabərdir. 3 bölünsün x0 üstə gələ 2 bərabərdir 1-ə. Buradan x0 üstə gələ 2 bərabərdir 3-ə. x0 bərabərdir 1-ə. Deməli, toxunma nöqtəsinin absisi, yəni x0 bizdə nə olacaq? 1 olacaq. Y variantı. Eyni qayda burada düzləşdiyini tapır, yaza bilərsiniz özünüz. Çəkilmiş toxunan absis oxu ilə 120 dərəcəli bucaq əmələ gətirir. Yenə də biz nəyə baxacağıq burada? Artıq bucaq var, əmələ gətirdiyi bucaq var və fx var. Yəni mənim əvvəldə yazdığım f eşitdir x0 bərabərdir k bərabərdir tangens alfa ifadəsində
Artıq mənə k burada lazım deyil. Çünki mənə alfa var və f funksiyası var. Yəni törəmənin x0 nöqtəsini, birinci biz törəməni tapırıq birinci addımda. f' x bərabərdir. Kök üstlə işim yoxdur. 3 düşür qarşıya, üstdən 1 çıxılır. A sabit ədəd işim yoxdur. 2 düşür qarşıya, üstdən 1 çıxılır. 5-in də törəmə 0. Və törəməni tapandan sonra mən törəməni tapdım. x0 nöqtəsindəki qiymətin yerinə yazacağım. Yəni f' kök 3 bərabərdir 3 kök 3 3 kök 3 vurulsun kök 3'ün kvadratı çıxılsın 2 kök 3 a bərabərdir tangens alfa. Alfa demək 120 verir. Tangens 120. Tangens 120'ni çevirmə düsturuna görə tapa bilərik biz. Bunu sən bilməlisən təbii ki. Tangens 120'ni mən belə yaza bilərəm. Əslində əzbər də yazmaq olar, belə də yazmaq olar. 180'da ad dəyişmir. Tangens 60. Tangens 60 və ikinci rübdür deyə mənfi. Yəni kök 3'ün kvadratı 3 eləyir. 9 kök 3 çıxılsın 2 kök 3 a bərabərdir. Tangens 60'da da mənfi kök 3'dür. Mənfi qarşıda kök 3. Mənfi kök 3. Hər tərəfdən kök 3'ləri atsam 9 minus 2a bərabərdir mənfi 1'ə. 2a bərabərdir 10'a. A da bərabərdir 5'ə. B variantı. 20 nömrəli tapşırığa baxaq. Eyni qayda burada da öz əksini tapır. Eyni şeydir. Fərqli bir şey yoxdur. 21. Toxunanın tənliyi, bu kök üstü bu arada. Absoxu müsbət istiqamət əmələ gətirir bizə kosinüs. Baxın, gəlin bunu biraz diqqətlə baxaq görək bizə burada nə deyir, necə yazmaq olar. Bizə lazım olan məsələ nədir burada? Baxın. Mən birinci burada absoxu müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq kosinüs alfanı mən birinci burada verib mənə kök altında 2/2 və alfa birinci rübdə. Birinci rübdə kök 3/2'ni bu neçə dərəcədə alır? 45 dərəcədə. Alfa bərabərdir 45 dərəcə. Düzdürmü? Çəkilmiş toxunan absoxu müsbət istiqaməti ilə əmələ gətirdiyi alfa bucağı. Mənim bayaqdan dəfələrlə yazdığım düsturumdakı f' x0 bərabərdir k, bu da bərabərdir tangens alfa. Burada alfa nəyə bərabərdir? Alfa nədir? Absoxu müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq. Bu da deyir ki, absoxu müsbət istiqamətini alfa bucağı əmələ gətirir. Həmin alfa bucağının kosinüsünü verib və mən bunun tangensini o zaman hesablaya bilərəm. Çünki alfanın birinci rübə görə tapmışam ki, kök 2/2'ni 45'də və dövrlərində alır. Birinci rübə olduğuna görə elə buradan tangens alfa, yəni tangens alfanı da mən tapa bilərəm. Alfanın 45 dərəcə artıq bilirəm mən. Tangens 45'də 1'ə bərabərdir. Vəssalam. Deməli mən burada nə edəcəm? Törəməni tapacağam. f' x bərabərdir. f' x bərabərdir. X kvadratın törəməsi 2 düşür, üstdən 1 çıxılır, sabitin törəməsi 0. Və törəmənin qiymətin bərabərdir yazacağım tangens absis oxunun müsbət istiqamətinə əmələ gətirdiyi bucaq, yəni tangens alfa. Buradan 2x bərabərdir. Tangens alfada tangens 45 olduğunu tapmışam. 1. Daha doğrusu bunu gəlin biraz da belə daha təmtəraqlı yazaq. Törəməni tapandan sonra x-in yerinə x0 yazacağım. Bərabərdir 2x0. Bu da bərabərdir tangens alfa. Buradan 2x0 bərabərdir tangens 45 dərəcə. Yəni 45'də tapmışam 1. x0 bərabərdir 1/2. Yəni mən bunu niyə belə yazıram? Tam anlayasınız. Nə var x olur, nə var x0 olur. Yəni x0 toxunanın belə deyək, həmin x0 nöqtəsində çəkilən toxunandır. Yəni həmin toxunanın biri var tənlik, biri var bucaq əmsali. Biz burada tənliyin nəyin tapırıq? Müsbət istiqamətini əmələ gətiririk bucaq, yəni bucaq əmsalından işləyirik. Deməli 21'də nə oldu? Doğru cavab D variantı mı? Bəli. 22 nömrəli tapşırıq eyni qayda burada düzləşdiyini tapacaq. 23 nömrəli tapşırıq. Yenə də eyni proses gedəcək. Burada məsələ nədir indi? Baxaq. Absoxun müsbət istiqamətində 45 dərəcəli bucaq əmələ gətirir. Hansı nöqtədə? Yenə də törəməni tapıram. Y' bərabərdir.
2x üstə gələ 2. Yəni x kvadratın törəməsi 2x, 2x'in törəməsi 2. Hansı nöqtədə çəkilən toxunun absis oxunun müsbət istiqamətini 45 dərəcəli bucaq əmələ gətirir? Yəni tangens alfanı istəyir bizdən. Bunu artıq bayaqdan dəfələrlə biz dedik də. Düsturumla yazdım. Yəni tangens 45 dərəcə. Yəni mən törəmədə x-in yerinə x0 yazacağım. Bərabər edəcəm tangens alfaya. Yəni tangens 45-ə 1-ə. 2x0 bərabərdir mənfi 1-ə. 2-0 bərabərdir mənfi 2-də 1-ə. Bu oldu hansı nöqtədə? 2-0'ını tapdım mənfi 2-də 1. Əslində heç onu tapmağa, o birini tapmağa ehtiyac yoxdur. Cavab da budur. Amma biz təbii ki cavabla işləmədiyimizə görə gətirib 2-0'ın yerinə burada yazıb y-i tapacağım. Y bərabərdir. X0'ın yerinə mənfi 2-də 1 yazım. Mənfi 2-də 1'in kvadratı. Üstə gələ 2 vurulsun mənfi 2-də 1. Plus 4 böl 7. Y bərabərdir. 4-də 1. Çıx 1. Üstə gələk 4-də 7. Bərabərdir. 4-də 8 çıx 1. Bu da bərabərdir. 2 çıx 1, 1. Yəni y də bərabərdir 1-ə. Y1, x0, x mənfi 2-də 1. Belə. A variantı. 24 nömrəli tapşırığa baxaq. 24 nömrəli tapşırıqda bizə deyir ki, x0 bərabər 5.80 toxunanın təlini budur. F5, F'5. Çox qəşəng bir sualdır. Baxın. Biz bayaqdan dəfələrlə demişik, bu sualda artıq hər bir şey sizə məlum olacaq. Fx funksiyasının qrafikini absisi 5 olan nöqtədə çəkilən toxunanın tənliyi. Biz nə demişdik? Biz bayaq belə bir artıq mən sayın hesabını itirmişəm, bunu neçə dəfə yazdım. x0 nöqtəsindəki törəmə bərabərdir bucaq əmsalı, bərabərdir tangens alfaya. Bax belə. x0 nöqtəsindəki bucaq əmsalı, yəni nöqtə bərabərdir k-ya, bu da bərabərdir tangens alfa. Deməli biz birinci burada baxın. Bu funksiyanın bucaq əmsalı k-sı 7-dir. Deməli mənim x0 nöqtəsindəki qiymətim f'5-dəki qiymətim nəyə bərabər olmalıdır? 7-yə. Yəni k-ya. x0 nöqtəsindəki qiymətim 7-yə. x0 5-dir. 5-dəki qiymətim k-ya. X-in əmsalı 7-yə bərabər olmalıdır. Yəni mən f'5-i tapdım ki 7-dir. Bəs yaxşı f5-i neyniyəcəm? F5'i də burada yerinə yazıb tapacağım. Baxın. Olacaq 7 vurulsun 5 minus 3. Bu da bərabərdir 32. Yəni bu da f5 funksiyamdır. f5 funksiyam 32'dir. f'5'də 7'dir. Bu da bərabərdir 39. Niyə? Baxın. Məsələ burada nədən ibarət? Yəni niyə mən bunu 5'i orada yerinə yazdım? Çünki funksiyanın qrafikinə 5 nöqtəsində toxunan çəkirəmsə, həmin 5 nöqtəsi həm funksiyada, həm də toxunanda eyni qiymət almalıdır y funksiyası üçün. Ona görə funksiyanın 5'dəki qiymətin elə toxunanın tənliyində yerinə yazıb hesablaya bilərəm. Doğru cavab 39. Y variantı. 25 nömrəli tapşırığa baxaq. Bu qədər həngamənin 2 saniyəlik həlli var. Hansı halda 2 saniyəlik həlli var? O halda ki, sən biləsən ki, f'2-0 nəyə bərabərdir? Bucaq əmsalına. Yəni, funksiyanın x0 nöqtəsindəki qiyməti bucaq əmsalına bərabərdir və bu da tangens alfadır. Ümumi belə də yaza bilərik. Toxunanın bucaq əmsalıdır. Amma bizə lazım olan hissə artıq burada bu olacaq. Yəni, x0 nöqtəsindəki törəməsi bucaq əmsalına bərabərdir. Yəni, indi mən qrafika baxsam nə görürəm? Qrafikdə x-in yerinə 3 yazanda y mənfi 4 olur və koordinat başlanğıcından keçdiyinə görə və düz xətdir, onda y bərabərdir bu kx funksiyasının qrafikidir. Və x-in yerinə 3 yazsam y mənfi 4 olur. Mənfi 4 bərabərdir 3k. K da bərabərdir mənfi 4 böl 3. Bu da bərabərdir mənfi 3-də 1. Vəssalam. Deməli, x0 nöqtəsindəki qiyməti, törəmənin x0 nöqtəsindəki qiymətini tapın. Bərabərdir k-ya. Mənfi 1/3-də 1. C variantı. İndi deyə bilərsiniz ki, bəs bizə burada
bu nəyə lazımdır? Burada da eyni şeydir. X-i yenə mənfi 3 yazıb, Y-i yenə 4 yazsan, yenə də bucaq əmsalı mənfi 3-də 1 olacaq. Bir önəmi olmayacaq. Eyni şey alınacaq. 26 nömrəli tapşırığa baxaq. Funksiyanın və apsisi x0 olan nöqtədə ona çəkilmiş toxunanların qrafikləri verilmişdir. Qrafiklər burada. Eyni prosesdir da bu da. X0 nöqtəsindəki qiymətini tapın. Yenə də burada mən koordinat başlanğıcından keçdiyinə görə y bərabərdir kx funksiyasının qrafikidir. Bu tərəfdən baxın. X2 verəndə y3 olub və yaxud da x-ə -2 verəndə y -3 olub. Eyni şeydir. Y-in yerinə hansını yazacaq? Bunu yazacaq. -3 yazacaq. X-in də yerinə -2 yazıram. -2k. K da bərabərdir. 2 -1 bir-birinədir. 3/2. Yəni 1/2-də 1. Bucaq əmsalı, toxunanın bucaq əmsalı nə deyirdi? Törəmənin x0 nöqtəsindəki qiyməti k-ya bərabərdir. Və bizə törəmənin x0 nöqtəsindəki qiymətini istəyirdi məndən. Baxın, x törəməsinin x0 nöqtəsindəki qiyməti. Yəni f iştirik x0 istəyir məndən A variantı. Əyrisini və ona kəsişmə nöqtəsində çəkilmiş toxunanın tənliyi. Birinci gəl biz bunların kəsişmə nöqtəsini tapaq. Kəsişmə nöqtəsini tapanda təbii ki, funksiyadan bilir ki, bunların y-lərini bərabərləşdirirdik. Çarpaz vursam 2x-in kubu bərabərdir 16. X kubu bərabərdir 8. X də bərabərdir 2. Deməli, kəsişmə nöqtəsindən. Deməli, x0 da deyə bilərik buna. x0 bərabərdir 2 nöqtəsində çəkilən toxunanın tənliyini mən yazacağım. Bu əyridən söhbət gedir. Buna toxunan. Deməli, mənim f(x) funksiyam bu formadadır. 16/x kvadratı. Yenə də addım-addım yaza bilərəm. Birinci halda x0 nöqtəsinin ümumi funksiyada yerinə yazacağım. 16 bölünsün 4 bərabərdir 4. İkinci halda törəməni tapıram. F(x) funksiyamın, bunu belə də yaza bilərik f(x) funksiyasının. 16x üstü -2 kimi də yaza bilərik. Yəni burada mən 16-nı qarşıya atsam 1/x kvadratı. 1/x kvadratı da x üstü -2'dir. Ona görə bunu belə yaza bilərəm. Aha. Deməli f iştirik x bərabərdir. Deməli -2 düşür qarşıya, 16 ilə işim yoxdur. Üstdən 1 çıxılır. Bu da bərabərdir -32 x üstü -3. Bu da bərabərdir -32/x kubu. Belə. Üçüncü halda x0 nöqtəsinin yerinə yazırdım. Deməli f iştirik 2 bərabərdir -32/2'nin kubu. -4. Bəslən, tənliyi quran zaman indi mən nə edəcəm? Funksiyanın x-gəlin tənliyi xatırlayaq. f(x0) üstə gələ f iştirik x0 x0 toxunanın tənliyidir da bu bizdə. O zaman f(x0) nöqtəsin, yəni törəmənin ümumi funksiyanın x0 nöqtəsindəki qiyməti 4 plus törəmənin qiyməti mənfi olan görə bu olur çıxılsın 4, x çıxılsın x0 2. Bunu atsam 4 minus 4x üstə gələk 8. Bu da bərabərdir 12 çıx 4x. O zaman mən burada nə almış oluram? Tənliyimizi y bərabərdir -4x plus 12. 27B variantı. 28'ə baxaq. Aha. 28 çox gözəl bir sualdır. Hər kəs diqqətlə dinləsin. Bunu belə deyək də, əzbər də yadda saxlayan var, qısa şəkildə məntiqlə deyən var. Mən sizə bunun mahiyyəti ilə izah edəcəm. Niyə sualına, burada sən niyə sualına cavab tapmağı bacarmalısan. Niyə sualına cavab tapdınsa məsələni bitirəcəksən. Yox, tapmadınsa, əzbərlədinsə sənlik deyil sual. Burada biz birinci nəyə bilirik? Biz birinci gx funksiyasını gəlin quraq. Gx funksiyasını mən quran zaman nə edəcəm? Kx üstə gəlinsin. Y-i kəsdiyi nöqtə b-nin qiymətidir. Plus b 4. X-i kəsdiyi nöqtədə y 0'dır. Yəni gx 0'dır. Gx y deməkdir. 0 bərabərdir. 4k üstə gələk 4. Buradan k-nı alıram -1. Deməli o zaman mənim gx funksiyam olur. Gx funksiyam olur. Nə olur?
mənfi x plus 4. Bunu hələ ki saxlayın burada, bu bizə lazım olacaq. İndi fx funksiyada ümumiyyətlə bunun mən törəməsini deyil, törəmənin bir qiymətində yerinə yazın. Gəlin biz bunun törəməsini tapaq. Hasilin törəməsini mən tapan zaman birincinin törəməsi vur ikinci, vur ikinci, üstə gələk, ikincinin törəməsi vur birinci. Və törəmədə h1-i hesablayacağım. Bunu hesablamalıyam mən. Törəmənin qiyməti vur 1, vur j1. Üstə gələk, j eşitdirik 1, vur f1. Əsas əmmalar bundan sonra başlayır. Baxın, sən burada nəyə bilməlisən? Sən burada f eşitdirik 1. Biz bayaq nə dedik? Törəmənin x0 hər hansı x0 nöqtəsincə qiyməti nəyə bərabərdir? K-yə. Yəni, f funksiyasının hər hansı bir x0 bir nöqtəsində, bir burada, bir nöqtəsindəki törəməsinin qiyməti bucaq əmsalına bərabərdir. Bu da buradan keçir axı. Bunun bucaq əmsalı nədir bəs? Mənfi 1. Tapmışıq da burada bucaq əmsalı mənfi 1. Deməli, o zaman mən f eşitdirik 1-in yerinə yazacağım mənfi 1. Vurulsun. J1 mən buradan rahat hesablaya bilərəm də. J1 tapanda mənfi 1 üstə gələk 4 bərabərdir 3. Yerinə yazsam 3 plus j eşitdirik 1. Bunun törəməsini tapaq. Jx funksiyasının törəməsi, mənfi x-in törəməsi, mənfi 1, 4-ün törəməsi 0. Elə sabit funksiya olduğuna görə elə j eşitdirik 1 də mənfi 1-ə bərabərdir. 3 üstə gəlir. J eşitdirik 1 də bizə verəcək nəyi? Mənfi 1-i. Vurulsun f1. Fikir verin, hər iki funksiya buradan keçdiyinə görə uşaqlar, baxın, hər iki funksiya buradan keçib. Həm fx funksiyası, həm jx funksiyası. Ona görə mən x-in yerinə 1 yazıb a-ya bərabər edəcəm və burada. Çünki həm fx funksiyası, həm jx funksiyası həmin nöqtədən keçir. Yəni, j funksiyasını x-in yerinə 1 yazıb a-ya bərabər edəcəm. X-in yerinə 1 yazanda mənfi 1 plus 4 bərabərdir a, a da bərabərdir 3-ə. Yəni, x-in yerinə 1 yazanda a olubdur. X-in yerinə 1 yazanda a nə oldu? 3 oldu. Deməli, f1-də yerinə 3 yazacağım mən. Məsələn. Bu da bərabərdir. Mənfi 3 sıx 3, mənfi 6. Müəllim uzun getdin, müəllim daha qısa həlli var. Belə bir izah bu sualın mahiyyətini açır sənə ki, niyə belə oldu? 29-cu suala baxaq. Toxunur deyir. Toxunursa, bu dəfələrlə blok imtahanlarına düşmüş bir sualdır. Funksiyanızın qrafiki düz xətti toxunursa, funksiyanın törəməsinin qiyməti y' bərabərdir. Yəni, belə deyək də, f eşitdirik x0 bərabərdir k-yə. Yəni, törəmənin qiymətini tapaq. Y' bərabərdir. 2 düşəcək qarşı, üstdən 1 çıxılacaq. 5x-in törəməsi 5. 8x-də 2-ni 4-ə vuranda 8x edir. Bərabərdir k-yə. 3-ə. Buradan deməli 8x bərabərdir. 8-ə, x də bərabərdir 1-ə. Aha. X-in yerinə 1 yazaq. Burada x-in yerinə 1 yazsam, olur y bərabərdir 3 üstə gələk a. Burada x-in yerinə 1 yazsaq, olur y bərabərdir 4 çıxılsın 5 plus 9. Təbii ki, y-ləri sollar bərabərdir, sağların da bərabərdir yaza bilərəm. 3 plus a bərabərdir 4 çıxılsın 5 plus 9. 3 plus a bərabərdir 8-ə, a da bərabərdir 5-ə. Əssalam. 30 eyni qayda ilə tapa bilərsiniz. Toxunanı, belə deyim, törəməni bərabər edəcəksin, k-yə bitəcək. 31 nömrəli tapşırığa baxaq. Sadə bir sualdır. Törəmənin x0 nöqtəsindəki qiyməti nəyə bərabərdir? Tangens alfiyə. Və yaxdan dəfələrlə deyim ki, törəməni tapaq. F eşitdir x bərabərdir 12 sıx 8. Törəmənin x0 nöqtəsində toxunan nöqtəsi apsiz deyən x0 istəyir səndən. Törəmənin x0 nöqtəsindəki qiyməti 12x0 minus 8 bərabərdir tangens alfiyə. Yox, tangens alfi istəmir bizdən. Bunu k-yə də bərabər edəcəm. Bucaq əmsalını istəyir 40-a.
Yəni tangensial ifadəlik bir şey yoxdur burada. Ona görə o hissəsi artıq bizə lazım olmadı. Yəni məsələnin gedişində sənə lazım olan odur ki, sən onu bilməlisən ki, bucaq əmsalını istəyirsə, bucaq əmsalı ilə gedirsən. Yox, apsixo müsbət istiqaməti ilə əmələ gətirdi, bucaq istəyirsə onunla gedirsən. Yəni məsələnin qoyuluşundan asılıdır. 32 nömrəli tapşırıq eyni qayda ilə həll edə bilərsən. 33 nömrəli tapşırıq. Aha, gəldik 33 nömrəli tapşırığa. Funksiyanın qrafikinə -4 nöqtəsində çəkilən toxunan düz xəttə paraleldir. Sizin ən böyük probleminiz nədir? Müəllim, törəməni mən başa düşmürəm. Çünki əzbərləyirsən. Cümləni bir-bir açmaq lazımdır. Nə deyir? 2,0 nöqtəsində çəkilən toxunan. Biz demişik ki, f = 2,0 nəyə bərabərdir? K-ya. Düzdürmü? Gəl törəməni tapaq. Tangensial hissəsi bizə lazım deyil. F = x bərabərdir. Bunun törəməsi x kvadratın törəməsi 2x. Bx-in törəməsi b sabit dişim yoxdur. X-in törəməsi 1. 1-in də törəməsi 0. Və f = -4 bərabərdir. 2 vurulsun -4 plus b şəklində. Bu da bərabərdir k-ya. Buradan deməli k nəyə bərabərdir? -8 plus b. Çəkilmiş toxunan düz xəttinə paraleldir. İki düz xətt nə vaxt bir-birinə paralel olur? R bölməsində qeyd edin. Mən deməmiş. O zaman bərabər olur ki, bucaq əmsalları paralel olur ki, iki düz xətt o zaman bir-birinə paralel olur ki, bucaq əmsalları bərabər olur. Bunun bucaq əmsalı budur. Bunun bucaq əmsalı isə -3-dür. Deməli, -8 üstə gəlinsin b bərabərdir -3-ə. B də bərabərdir. 8 - 3 bərabərdir 5. Bitdi. Bu qədər sadə. Yəni, sən cümlələrin mahiyyətini dərk eləməlisən. 2,0 nöqtəsində çəkilən toxunanın bucaq əmsalını tapırsan, tapdıq. İki düz xətt o zaman bir-birinə bərabər olur ki, paralel olur ki, bucaq əmsalları bərabər olur. Bitdi. 34. Yenə də törəməni tapacam. F = x bərabərdir 2x plus b. Törəmənin 2,0 nöqtəsindəki qiyməti f = 3 bərabərdir. 2 vurulsun 3 plus b bərabərdir k-ya. 6 plus b bərabərdir k-ya. Buradan da k təbii ki, x-in əmsalı olduğuna görə 10. 6 üstə gəlinsin b 10, b də 4. Vəssalam, 34, 4. 35-ə baxaq. Qrafikinə 2,0 pi böl çəkilən toxunanın bucaq əmsalı. Dəyişən bir şey yoxdur. Sadəcə olaraq burada sən törəməni düzgün tapmalısan. F = x bərabərdir. Kosinusun törəməsi -sinus. İçəri ilə sənin işin yoxdur. Sinus 8x. İçi mürəkkəbdir deyə bunun ayrıca törəməsini tapacam. İçi mürəkkəbdir deyə bunun ayrıca törəməsini tapacam. F = 2,0. Birinci bunu sadələşdirək, sonra yerinə yazaq. -sinus 8x. Sinus 8x-in törəməsi kosinus 8x. 8x-in törəməsi 8. F = biz nə demişik? Toxunanın bucaq əmsalı. 2,0 nöqtəsindəki törəmə bərabərdir k. F = pi böl 8 bərabərdir -sinus pi böl x yenə pi böl 8 yazacağım. Vurulsun kosinus 8 ədəddir də bunu mən lap əvvəldə də yaza bilərəm. Kosinus 8 vurulsun pi böl 8. Bu da bərabərdir. Bucaq əmsalına da k-ya. Vəssalam. Bunu sadələşdirək. -sinus deməli 8 vuraq olmalıydı burada. Bunlar gedir. -sinus 8 sinus 180 pi yəni. Vurulsun kosinus pi bərabərdir k-ya. Sinus pi-də, yəni sinus 180 bizə 0 verir. Sinus 180 bizə 0 verir. Bu da sinus 0 dərəcə. Üstə gələk kosinus vurulsun. Kosinus 180 -1 verir k. Sinus 0-da da 0-dır. 0 -1 bərabərdir k-ya. K da 0. Vəssalam. Bucaq əmsalı 0. 36 nömrəli tapşırığa baxaq.
Parabolanın təpə nöqtəsi ilə toxunanın ordinat oxunu kəsdiyi nöqtə arasındakı məsafə. Deməli, x kvadratı plus 3 funksiyasının qrafikinə apsisi x0 bərabərlə 1 nöqtəsinə toxunan çəkilmişdir. Gəlin çəkək toxunanımızı. Bu da qəşəng bir sual oxşuyur. Deməli, birinci yenə də biz burada nəyi tapmalıydıq? Yəni bizim məqsədimiz nədir? Birinci addımda toxunanın tənliyini qurmaq üçün f(x0), yəni funksiyada qiymətində yerinə yazırdım. X-in yerinə 1 yazacağım. Olacaq 1'in kvadratı plus 3 bərabərdir 4. İkinci halda törəməsini tapıram. Törəmə olur 2x. Üçüncü halda x0'ı gətirib yerinə yazıram. f(1) bərabərdir 2. Toxunanın tənliyi yazaq. Toxunanın tənliyi f(x0) 4 plus f(x0) x çıx x0 y bərabərdir. Buradan da y bərabərdir 4 üstə gələ 2x çıx 2 y bərabərdir 2x plus 2. Toxunanın tənliyi deyir ki, parabolanın təpə nöqtəsi ilə toxunanın ordinat oxunu kəsdiyi nöqtə arasındakı məsafə. Bəlkə bunu biraz daha belə deyək, fərqli bir qrafik üsulü ilə deyək. Nə deyirsiniz? Baxın, funksiyanın qrafikini çəkirəm. X kvadratı plus 3 funksiyasının qrafiki 3 addım yuxarıdan keçəcək. 1, 2, 3 buradan keçəcək. Yəni sənin qrafikin bu formada olacaq. Və x-ə 1 verəndə 0 verəndə olur. X-ə 1 verəndə olacaq nə? 4. 1, 2, 3 burada. Yəni bunu biraz mən dəqiq alınsın deyə belə bükməliyəm də o zaman. X-ə mənfi 1 verəndə nə olacaq? Yenə 4. Deməli 1 də olacaq. Deməli burada. Bunu da biraz bükək. Dəqiq olsun da. Çünki onu mən qurmalıyım. Aha. Bu oldu belə. İndi mənə deyir ki 2x plus 2. x0 bərabərdir 1 nöqtəsində 2x plus 2. 2x plus 2. Əslində bunu belə deyək də ehtiyacım yoxdur. Amma daha dəqiq görmək üçün maraqlı bir üsuldan istifadə edəcəm. Yəni qrafikini çəkməklə. 2x plus 2 bu 2 addım yuxarıdan keçəcək buradan və x-i kəsdiyi nöqtədə y0, y-i yenə 0 qoysam 2x plus 2 bərabərdir 0, 2x bərabərdir mənfi 2, x bərabərdir mənfi 1. X-də olacaq mənfi 1 buradan. Yəni bu iki nöqtəni birləşdirsəm bu belə. Deyir ki, parabolanın təpə nöqtəsi ilə ordinat oxunu kəsdiyi. Parabola bu hissə bizə 3 idi da. Çünki 3 addım yuxarıdan keçirdi axı. Parabolanın təpə nöqtəsi ordinat oxunu kəsdiyi. Ordinat oxun harada kəsir? Burada kəsir. Bu nöqtədə 2-dir. Və bizdən bu məsafəni istəyir uşaqlar. Baxın, bu məsafəni istəyir. Bu məsafəni tapana təbii ki, üstdən 2-ni çıxacam 1. Yəni əyani şəkildə gözünüzün qabağındadır. Burada nə əzbərləməyə ehtiyac yoxdur, nə heç nə. Əyani şəkildə hər bir şeyi görürsünüz burada. Bəs əzbər şəkildə necə yazmaq olardı? Y-i kəsdiyi nöqtə bu 2-dən. Bunun təpə nöqtəsi 3-ü çıxardım. Əzbər belə də yazmaq olardı. Əyani şəkildə gözünüzün qabağındadır hər şey. 37 nömrəli tapşırığa baxaq. Bunu biraz qısa şəkildə deyəcəm. Çünki 36-ını çox geniş şəkildə dedim. Mənfi bir də toxunan çəkilmişdir. Birinci mən bunu yerinə yazıram. Fx funksiyasında. F mənfi 1 bərabərdir. Mənfi 1'in kvadratı plus 2. Bu da bizə verir 1'i. Bu birinci addımı idi. İkinci addımda törəməni tapırdım. f(x) bərabərdir. Mənfi 2 düşür qarşı üstdən 1 çıxılır. 2'nin törəməsi 0'dır. Üçüncü addımda f(x0'ın qiymətini yerinə yazırdım. Mənfi 2 vur mənfi 1. Bu da bərabərdir 2. Toxunanın tənliyi yazaq. x0 nöqtəsindəki qiyməti plus 2 vurulsun x0 da 1'dir. Y bərabərdir.
Y bərabərdir. Bu da olur deməli 2x plus 3. Parabolanın təpə nöqtəsi ilə parabolanın təpə nöqtəsi indi artıq qollar aşağı yönələcək və 2 addım yuxarıdan keçəcək. Təpə nöqtəsi ilə toxunanın apsis oxunu kəsdiyi artıq burada apsis oxun kəsdiyi nöqtə deyir. Baxın, burada bizə deyirdi ki, ordinat oxun kəsdiyi artıq bizə burada deyir ki, apsis oxunu kəsdiyi nöqtəni istəyir məndən. Apsis oxun kəsdiyi nöqtə arasındakı məsafə. Yenə də gəlin qrafiklə baxaq. Çünki qrafiklə baxanda daha ayani şəkildə bizə görünür. Grafikdə çəkmək o qədər çətin deyil. X, Y. Deməli, X-ə 1 verəndə Y olur 1. X-ə 2 verəndə deməli, Y olur. Y-i bir aşağı yuxarıda olacaq bir dəqiqə. Deməli, X-ə biz 1 verəndə Y-imiz olacaq 1. X-ə 2 verəndə Y-imiz olacaq deməli 2-nin kvadratı 4 mənfi 2. Deməli, X-ə 1 verəndə Y olacaq 1. 1. X-ə 2 verəndə Y-im olacaq mənfi 2. Buradan. Biri olur bu. Biri de olur bu. Yenə də mənfi 1 və 1 qiymətləri də eyni şey olacaq. Mənfi 1 verəndə yenə də 1 olacaq. Mənfi 2 verəndə yenə də burada qiymət dəyişməyəcək. Yəni biri burada, biri burada və 2 də burada. Yəni sənin qrafikin olacaq bu formada. Bax belə. İndi bizə nə deyir? Deyir ki, apsis oxun kəsdiyi nöqtə. Bircə saniyə niyə belə alındı? Biri buradan keçəcək. Və belə bu formada. Mən qrafiki daha dəqiq çəkirəm ki, o kəsişmə nöqtəsini biz daha rahat görə bilək. Və belə. İndi mən bu funksiyanın qrafikini qurum. 2x plus 3. Y-i kəsdiyi nöqtə 3'dür burada. Və x-i kəsdiyi nöqtədə y 0'dır. Deməli, 2x üstə gələk 3 bərabərdir 0. X də bərabərdir mənfi 1/5. Mənfi 1/5'də təxminən burada yerləşəcək. Və bu, bunun toxunma nöqtəsidir. İndi mənə şərtdə deyir ki, belə. İndi mənə şərtdə deyir ki, parabolanın təpə nöqtəsi ilə toxunanın apsis oxun kəsdiyi nöqtə arasındakı məsafə. Parabolanın təpə nöqtəsi buradır. X oxun kəsdiyi nöqtə də buradır. Bax, bizdən bu məsafəni istəyirdi adam. İki nöqtə arasındakı məsafə düsturu ilə də yaza bilərik əslində bunu. Bu nöqtənin x-i 0'dır, y-i nədir? 2'dir. 2, 0. Bu nöqtənin 1/5'dir. Bura 1/5 ilə x-i kəsdiyi nöqtə mənfi 1/5'dir, y-i də 0'dır. Daha doğrusu bu 0,2 olmalıdır. 0,2. Bu da 1/5, 0. Bax belə. İki nöqtə arasındakı məsafə düsturunu tətbiq edə bilərəm. Kök altında. Deməli, 1/5 minus 0'ın kvadratı. Üstə gələk 2 çıx 0'ın kvadratı. Ya da Pifagorla da əslində yaza bilərsən. Eyni şeydir. Bu da olur kök altında 2 tam %25 üstə gələk 4. Bu da bərabərdir. Kök altında 6 tam %25 bu da bərabərdir 2/5. Sən bunun mənasını dərk etmək üçün qrafikdən qaçmamalısan. Belə. Doğru cavab 2/5. Müəllim uzun gedirsən, yorucu olur, falan olur. Yenə deyirəm uşaqlar. İnanın ki, bunu sən əzbər şəkildə yazsan, grafiksiz falan, düzdür, hər bir şey grafiklə yazmaq olmur. Amma bəzi şeyləri görmək üçün grafiklə yazmaq lazımdır. Grafiklə yazanda daha əyani şəkildə gözü qabağında olur ki, mən niyə bunu belə eləyirəm. Bax belə. Bu da 37-ci sual. 38-ə baxaq.
x0 üçün çəkilən toxunan bucaq əmsalını tapın. Bu vaxtdan dəfələrlə işlədik bunu. Törəməni tapıram. Törəmə bərabərdir. Deməli 2x plus 8. Törəmənin x0 nöqtəsindəki qiymət x-in yeni x0 qoyuram. Bərabərdir k-ya. Y iştirik x0 bilirəm 2 bərabərdir. 2 vur 2 üstə gələk 8. Bu da bərabərdir 12. 39 nömrəli tapşırığa baxaq. Eyni qaydadır. 40 nömrəli tapşırığa baxaq. Deməli, nə deyir bizə? Apsi oxunun müsbət istiqamətə 45 dərəcəli bucaq əmələ gətirir. Toxunma nöqtəsindən koordinat başlanğıcına qədər məsafəni deyir mənə. Gəlin biz bunun törəməsini tapaq. Y iştirik bərabərdir 2x minus 5. Törəmənin x0 nöqtəsindəki qiyməti 2x0 çıxılsın 5 bərabərdir tangens alfiyə. Alfanı mənə 45 verir. Tangens 45. Bu da bərabərdir 1-ə. Deməli 2x0 bərabərdir 6. x0 bərabərdir 3. Əslində bunu qrafiklə yazmaq olar, amma artıq ehtiyac yoxdur deyə düşünürəm. Toxunma nöqtəsindən x-i 3-dür. Y-i tapa bilərik biz. Y0-da, Y-də və yaxud da bərabərdir. 3-ü burada yerinə yazsam. 9 çıxılsın 15 üstə gələ 2. Bərabərdir. Deməli, mənfi 4. Deməli, 3 mənfi 4-dən koordinat başlanğıcı 0, 0, 0, 0. Koordinat başlanğıcına qədər məsafə. Əslində, yenə deyirəm, qrafiklə çəkib göstərmək olur. Onda daha əyani şəkildə görünür. Bayaq qrafiklə çəkdim. Qrafik sevməyən yoldaşlar üçün artıq burada çəkmirəm. Həm də həllimi çox da uzun-uzadı olmasın, sizi yormasın. 2 nöqtə arasındakı məsafə düsturu 9 plus 16 bərabərdir kök altında 25. Bu da bərabərdir 5-ə. Doğru cavab. 41 nömrəli tapşırığa baxaq. Eyni şeydir. 42-yə baxaq. Bayaqdan bunu demişdik. Bayaq bir neçə dəfə bunu demişdik. Deməli biz dedik ki, düz xəttinə funksiyasının qrafikinə toxunar. Toxunar deyirsə, nəyə toxunar? Buna toxunarsa, bunun törəməsi y iştirik bərabərdir 3 üstü x-in törəməsi, a üstü x-in törəməsi. Qaydam var idi mənim. A üstü x elin a idi. 3 üstü x elin 3. Bunun törəməsi bərabərdir. Nə demişdim? Funksiyanın x0 nöqtəsindəki törəməsi onun bucaq əmsalına bərabərdir. Bunun da bucaq əmsalı x-in əmsalı k-dır da, elin 3-dür. Elin üstləri bölsəm 3x, 3 üstü x bərabərdir 1-ə, x də bərabərdir 0-a. Gətirək x-in yerinə 0 qoyaq. Birinci x-in yerinə 0 yazsam, olacaq 2a qalacaq burada. Y bərabərdir. Burada x-in yerinə 0 yazsam, olacaq 3 üstündə 0 plus 7. Bu da bərabərdir 8. Təbii ki, sollar bərabərdir, sağların da bərabərliğini yaza bilərəm. Bu sual dəfələrlə imtahanlarda istifadə olunub. Ona görə diqqətdə saxlayın. 43 nömrəli tapşırıq eyni qaydadır. 44 nömrəli tapşırıq. F iştirik 2,0 nəyə bərabərdir? Düz xəttin bucaq əmsalını. Və sonra bunun bucaq əmsalını tapsam, məsələ bitəcək. Y-i kəsdiyi nöqtə B-nin qiymətidir. Çünki bu x0 nöqtəsinə toxunur axı. Və x-i kəsdiyi nöqtədə y 0-dır. O zaman y bərabərdir kx plus b-də nəzərə alsam 0 bərabərdir 4k üstə çıx 2. 4k bərabərdir 2, k bərabərdir 0,5. Vəssalam. Deməli, bizə şərtdən soruşan x0 nöqtəsindəki törəməsinin qiyməti nəyə bərabərdir? Bucaq əmsalına 0,5. Yəni, mahiyyətini dərk eləsə çox sadə bir bölmədir. 45 nömrəli tapşırıq eyni qaydadır. 46 nömrəli tapşırığa baxaq. Apsis oxuna paralel olarsa, bayaq buna aid bir neçə sual işləmişdik, bir sual səhv eləmirəmsə. Apsis oxuna paralelsə, bu apsis oxunu heç bir bucaq əmələ gətirmir. Və heç bir bucaq əmələ gətirmədiyinə görə də bunun törəməsinin 2,0 nöqtəsindəki qiyməti, törəməni tapaq. F iştirik, y iştirik olsun, fərqi yoxdur, x bərabərdir. 4 vurulsun, 3 düşür qarşı, üstündən 1 çıxılır. Çıxılsın 24 x minus 6. Yəni, törəmənin 2,0 nöqtəsindəki qiyməti nəyə bərabərdir? Tangi 0-a. Çünki apsis oxuna paraleldir deyir. 12x kvadratı çıxılsın 24x minus 6 tangi 0-da da 0. Bunun hər tərəfini 12-yə bölə bilərəm da mən. X kvadratı çıxılsın 2x
Çıxılsın 2-də 1. 0.5 və yaxud da bərabərdir 0. Toxunma nöqtələrin absislərinin cəmi x1 plus x2 də bərabərdir. Çevrilmiş kvadrat tənlikdir bu 2-yə. 46 2. 47 nömrəli tapşırığa baxaq. Absis oxunu paraleldir. Eyni məsələdir. 48-ə baxaq. Çox sadə bir sualdır. Funksiyanın, məsələn, bu sualı sənə gəlməyini arzular. Niyə? Birinci, sən burada əyani şəkildə qrafiklə nə görünür? x0 nöqtəsindəki qiyməti 4-dür. Bəs yaxşı, f' x0 nöqtəsindəki qiyməti nədir? Əslində mən şərt oxumadım. Fx funksiyasının x0 nöqtəsində toxunan düz xətt, yəni hər şey görünür. Ona görə şərt oxumağa ehtiyac yoxdur. Mənfi istiqaməti ilə 135 dərəcəli buzaq əmələ gətirir. Bəlkə də siz belə yazmısınız. f' x0 bərabərdir tangens 135. Sən bunu belə yazmısan. Deməli mən 1 saat 10 dəqiqəlik izahımı sən baxmamısan. Mən izahda qeyd eləmişəm ki, f' x bərabərdir, k bərabərdir tangens alfa. Buradakı alfa x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır. Yəni sən burada alfanın yerinə 45 yazmalısan. Yəni törəmənin x0 nöqtəsindəki qiyməti bərabərdir tangens 45-ə. 45-ə. Tangens 45-də 1-dir. Vəssalam, fx0 4 plus f' x0 1. 5. 49 nömrəli tapşırığa baxaq. Funksiyasının qrafikinə çəkilmiş toxunan absis oxuna paraleldir. Toxunma nöqtəsindən oradan toxuna qədər məsafəni tapın. Deməli, y' fx funksiyası. F'in törəməsini tapın mən. 24 ilə işim yoxdur, sabitlə işim yoxdur. Elən x-in törəməsi 1/2 çıxılsın, 3 düşür qarşı, üstdən 1 çıxılır. Bərabərdir. Absis oxuna paraleldirsə, o zaman arasında bucaq 0-dır. Tangens 0 dərəcə. 24/2 çıxılsın 3x-in kvadratı bərabərdir 0. 24/2 bərabərdir 3x-in kvadratı. Buradan deməli 3x-in kubu bərabərdir 24-ə. X kubu 8-ə, x də bərabərdir 2-yə. X0 da deyə bilərik əslində buna. X də deyə bilərik. Yəni toxunma nöqtəsindən absis oxuna qədər məsafə deyirsə, biz nə edəcəyik burada? Toxunma nöqtəsindən ordinat oxuna qədər məsafə. Elə bu məsafədir. Səbəb nədən ibarətdir? Yəni tam belə deyə, dəqiq göstərməsəm də, yəni qrafiklə sxematik olaraq göstərirəm ki, bunu dərk edə biləsiniz. Tutaq ki, bu burada toxunur, deyək ki, bu nöqtədə toxunur. Və bu nöqtədən nəyə qədər, ordinat oxuna qədər məsafəni istəyir, daha düzdürmü? Ordinat oxuna qədər məsafə, yəni bu məsafədir uşaqlar. Bu məsafədir. Bunun x-sidir, x0-dır bu. Mən də x0-ı tapdığıma görə elə tapdığım 2 mənim cavabımdır. 50 nömrəli tapşırığa baxaq. Ordinat oxuna paralel çəkilmiş düz xəttlər arasındakı məsafəni tapın. Gəlin birinci şərtdə deyilən hissə eləyək. Qrafikinə çəkilmiş toxunanlar absis oxuna paraleldir. X oxuna paraleldirsə onunla 0 dərəcəli bucaq əmələ gətirir. Törəməni tapın. Bərabərdir. 3-də 1 vurulsun. 3 düşür qarşıya, üstdən 1 çıxılır. 2 düşür qarşıya, üstdən 1 çıxılır. 5 vur 2. 2 plus 16. Çəkilmiş toxunanlar absis oxuna paraleldirsə, deməli tangens 0 dərəcəli bucaq əmələ gətirəcək. X kvadratı çıxılsın 12 üstə gələk 16 bərabərdir 0. Bundan deməli 1 köküm olur 8, 1 köküm olur 2. Arasındakı məsafə deyəndə 8-dən 2-ni çıxacam mən. Səbəb nədən ibarətdir? Mənə nə deyir? Toxunma nöqtələrindən ordinat oxuna paralel çəkilmiş. Baxın, yenə də mən bunu qrafikdə göstərirəm ki, təsəvvür eləyə biləsiniz. Toxunma nöqtəsindən ordinat oxuna paralel çəkilmiş, y oxuna paralel xəttlər çəkmişik. Tutaq ki, bu paralel xəttin biri olsun bu. Deyək ki, məsələn deyirəm, biri də olsun bu. X 8, daha doğrusu 2, 8. 2 burada, 8 burada. Paralel düz xəttlər arasındakı məsafə deyəndə bunu nəzərdə tutur məndən.
Ordinat oxuna paralel ola bilər, xəttin biri bu tərəfdə, yox bu tərəfdə olmaz, elə düz çəkmişəm, çünki ikisi də müsbətdir. Həmin bu məsafəni istəyir, A məsafəsi. Bu məsafəni tapanda təbii ki 8-dən 2-ni çıxacam. 6. 51 nömrəli tapşırığa baxaq. Gəlin bir nömrələrdən elə başlayaq bir-bir işləməyə. Deməli bunun x oxu müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağa baxaq. Bir-bir hamısına baxıram. Mən nə demişdim? Törəmənin 2,0 nöqtəsindəki qiyməti bərabərdir tangens alfaya. Buna baxardım da mən. Törəməsini tapaq birinci üçün. 2-də 1 ilə işim yoxdur. 2 düşür qarşıya, üstdən 1 çıxılır, bərabərdir tangens alfa. Və x0 1 verir mənə. 2 ilə 2-də 1 gedir. X bərabərdir tangens alfa. x0 1 verdiyinə görə yəni x əslində f eşitdir bu x0 olmalıdır. 1 bərabərdir tangens alfa. Alfa da bərabərdir 45 dərəcə. Demək 1-də doğru cavab C variantı. Sonra 2 nömrəyə baxaq. Yenə də törəməni tapacam mən. Əslində bunu dərəcə aşağı salma edib sonra da tapmaq olar. Amma A kvadratı kimi də tapmaq olar bunu. Heç bir problem yoxdur. Gəl dərəcə aşağı salma tətbiq edib elə tapaq. 1 minus kosinus 2x bölü 2. Ehtiyac yoxdur əslində buna. Deməli 2 düşür qarşıya. Y iştirik. Üstdən 1 çıxılır. Sinus x. Və sinus x mürəkkəb olduğuna da görə bunun ayrıca törəməsinə baxıram. Y iştirik bərabərdir 2 sinus x kosinus x. Y iştirik bərabərdir sinus 2x. Belə. Və x0 nöqtəsindəki törəməsi, yəni y iştirik mənfi pi bölü 4 bərabərdir sinus 2 vurulsun mənfi pi bölü 4. Y iştirik mənfi pi bölü 4 bərabərdir. Sinus tək olduğuna görə mənfini çıxaracaq qarşıya. Mənfi sinus bununla da bu görə burada qalır ki pi bölü 2 bərabərdir mənfi 1-ə. x0 nöqtəsindəki törəməsinin qiyməti nəyə bərabər idi? Bayaqdan dəfələrlə demişik, tangens alfa. 1-i 45-də alırsa, mənfi 1 alır 135 dərəcədə. B variantı. Müsbət istiqaməti kör bucaq əmələ gətirir. Bu kördür. Ona görə həm də buna D variantı da uyğun gələcək. Sonra üçüncü də eyni qayda ilə də. Üçüncü də eyni qayda. Törəməni tapaq 1 bölünsün. Kök 3x üstə gələk 1. Bu mürəkkəb olduğuna görə bunun da törəməsinə baxmalıyam. Kök 3x-in törəməsi kök 3-dür. Bərabərdir. Deməli, bunun mən 2 bölü kök 3-ü yerinə yazacağım. 1 bölünsün, kök 3 vuraq. X-in yerinə yazacağım 2 bölü kök 3. Kök 3-ü mən kəsirin qabağı yuxarı vurulur. Bərabərdir. Yuxarıda olur kök 3, aşağıda olur 2. Bu da bərabərdir. x0 nöqtəsindəki qiyməti tangens alfaya bərabərdir. Buradan da alfa bərabərdir nəyə? Burada plus 1 də var idi. Bununla bu gedir 2-nin üstünə 1, 3. Kök 3 bölü 3-ü də bu alır 60 dərəcədə. 30 dərəcədə. 60 dərəcədə. Deməli 30 dərəcədə. O zaman alfamız da burada 30'dur. Bu da deyir o x oxu müsbət istiqaməti 30 dərəcədə bucaq əməliyyatı. Buna da uyğun gəlir A variantı. Məsələn, belə. 52 nömrəli tapşırığa baxaq. Bu sualda da 2,0 nöqtəsinə çəkilən toxunan üçün. Biz deyim, əslində burada mən toxunanın təmini ilə qurmalıyım. Biraz uzun çəkəcək həllərimiz. Amma baxmalıyıq təbii ki. Toxunanın tənliyini mən tam qurmağıma ehtiyac görmürəm burada. Niyə görmürəm? İndi onu deyəcəm. Deməli, 2,0 bərabərdir 1. Birinci biz fx funksiyasının törəməsini tapaq. Fx funksiyasının törəməsi. 2 düşür qarşıya, üstündən 1 çıxılır. X-in də törəməsi 1. Bu da bərabərdir 4x minus 1. Yəni f eşitdirik x. İndi 2,0 nöqtəsinin yerinə yazacağım. F eşitdirik x0 bərabərdir 4x minus 1. Deməli, birinci halda f eşitdirik 1-i yerinə yazanda, x-in yerinə 1 yazanda 4 vur 1 çıx 1 bərabərdir 3-ə. Bucaq əmsalı 3-dür. 1-ə uyğun gələcək Y variantı. İkinci halda
1-ə həm də B variantı uyğun gələ bilər. Niyə B variantı uyğun gələ bilər? İndi deyəcəm onu. İkinci halda f iştirik -1-i yazım yerinə. 4 vurulsun -1 çıx 1. Bu da bərabərdir -5. A variantı uyğun gələ bilər ikinciyə. Üçüncü halda f iştirik 2. 4 vur 2 çıx 1 bərabərdir 7. Bucaq əmsalı 7-dir. Buna da C uyğun gələ bilər. Baxın, birincinin bucaq əmsalı 3-dür deyə burada bucaq əmsalı 3 var. Ona görə gəlin mən birinciyə toxunanın tənliyini yazım. Birincidə toxunanın tənliyini yazmaq üçün mən nə etməliyəm? Toxunanın tənliyini yazmaq üçün addımlarımız var idi də bizim. Birinci A addım A qoyaq. Birinci addımda funksiyanın özündə x0 yerinə yazmalıydım. Birinci üçün x0 1-dir. 2 çıxılsın 1. 2 vurulsun 1. Çıx 1 plus 3. Bu da bərabərdir deməli 2-dən 1-i 1, 4-ə. Bu funksiyada yazmışıq. Sonra törəmədə yerinə yazmalıyam. Törəmədə zaten yerinə yazmışıq 3-ü verib mənə. İndi toxunanın tənliyini yazaq. Y bərabərdir 4. Törəmədə qiyməti 3, 2 çıxılsın, 2 0-da 1-dir. Y də bərabərdir. Bunu sadələşdirsəm nə olacaq? Bunu sadələşdirsəm nə olacaq? Deməli olacaq 4 üstə gəlinsin 3, 2 çıx 3. Buradan y bərabərdir 3x plus 1. Vəssalam. Yəni bucaq əmsalı mən tapmışdım deyə elə ona görə birincidə yoxlayıram. Bunun bucaq əmsalı -5-dir. Ona görə ikincinin toxunanın tənliyini yazaq. 3x plus 1-dirsə deməli buna həm də 1-ə həm də B variantı uyğun gəlməlidir. B variantı. İndi ikinci üçün bucaq əmsalını mən ikincinin bucaq əmsalı bunun bucaq əmsalının üst-üstə düşür. Ona görə ikinciyə toxunanın tənliyini yazım. İkinci üçün toxunanın tənliyini mən necə yazacağam? Yenə də A halı. Birinci funksiyada x0-ın qiymətini yerinə yazıram. İkincinin x0-ı -1-dir. 2 vur -1-in kvadratı çıxılsın -1 plus 3. 2 üstə gəlinsin 1 plus 3 bərabərdir 5. Və toxunanın tənliyini yazan zaman x0 funksiyanın x0 nöqtəsindəki qiyməti plus törəmənin qiyməti -5 2 çıx 2 0 -1 olan görə plus 1. Bunu sadələşdirək. 5 çıxılsın 5x. Bu 6 eləyir daha doğrusu. 6. 6 çıx 5x çıx 5. Bu da bərabərdir -5x plus 1. Gördünüz? -5x plus 1. Deməli 2-yə həm də uyğun gələcək D variantı. Deməli 1-ə B, Y, 2-yə A, D, 3-ə C. 53 nömrəli tapşırığa baxaq. Hansı nöqtədə onun çəkilmiş toxunun paralelidir? Birinci bunun törəməsini tapıram. Y iştirik x bərabərdir 2x plus 4. Paraleldir deyə bunun bu K-dır da. Niyə görə? Çünki mən demişdim axı x0 nöqtəsindəki qiyməti bucaq əmsalına bərabərdir. Buradan 2x0 üstə gələk 4 bərabərdir. Bunun K-sı 2-dir. X-in əmsalı. Buradan 2x0 bərabərdir -2, x0 bərabərdir -1-ə. Nöqtə bu. Gətirək burada yerinə yazaq y-i tapaq. Y bərabərdir -1-in kvadratı. Üstə gələk 4 vurulsun -1. Bu da bərabərdir 1 çıx 4 bərabərdir -3. Deməli hansı nöqtədir? X-in -1-dir, y-in də -3-dür. -1, -3. 54 nömrəli tapşırıq eyni qayda ilə baxa bilərik. 55 nömrəli tapşırığa baxaq. Deməli bu sualda da bizə deyir ki, absolu müsbət istiqamətə 45 dərəcə bucaq əmələ gətirir və bizim toxunanın bucaq əmsalı var. Yenə f iştirik 0 bərabərdir tangens alfa. Törəməni tapaq. F iştirik x bərabərdir. Törəmədə nə olacaq? Deməli -2 ilə işim yoxdur. Üst düşür qarşıya, üstündən 1 çıxılır. X kvadratı çıxılsın 12 x 12 qalır, 2 düşür qarşıya, üstündən 1 çıxılır. Çıxılsın 23 x-in də törəməsi 1. Bərabərdir tangens alfa. 45 olduğuna görə yazıram tangens 45 dərəcə. -6x-in kvadratı çıxılsın 24x çıxılsın 23 bərabərdir 1-ə. -6x-in kvadratı çıxılsın 24x
Çıxılsın 24 bərabərdir 1-ə. Daha doğrusu 0-a. 1 addım da sola. Hər tərəfi -6-ya bölsəm, x kvadratı üstə gələk 4x üstə gələk 4 bərabərdir 0. Bu da x plus 2-nin çöldən kvadratıdır, bərabərdir 0. X plus 2 bərabərdir 0, x bərabərdir -2. X-in yerinə -2 yazsam koordinatlarını deyir. Burada yerini yazıb y-i tapacam. -2 vurulsun -2-nin kubu. Çıxılsın 12 vurulsun -2. Çıxılsın 23 vurulsun -2. Çıx 8. -2-nin kubu 8 -2-yə vuranda 24. Üstə gələk 24. Üstə gələk 24. Kvadrat olur. Onda olur deməli çıxılsın 48. -2-nin kvadrat 4 12-yə də vuranda 48. Üstə gələk 46 çıx 8. Bu da bərabərdir. Deməli 24 çıxılsın 2. Ben baxaq görək düz oldu mu bu? 24. Hesab səhv eləmişəm də burada. Gəl bunu bir də hesablayaq. Deməli -2 vurulsun -2-nin kubu 8 eləyir -8. Çıxılsın 12 vurulsun 4 üstə gəlinsin 46 çıx 8. Bərabərdir. 16 çıxılsın 48 üstə gələk 46 çıx 8. Bu da bərabərdir 16 çıx 2 çıx 8. Bu da bərabərdir 6-ya. Demək toxunma nöqtəsi olur -2 6. Vəssalam. 56 nömrəli tapşırığa baxaq. Eyni proses burada da gedəcək. Fərqli heç bir şey yoxdur. Toxunanın bucaq əmsalını və təlliyini yazın. Gəlin baxaq. Birinci biz toxunanın bucaq əmsalını müəyyənləşdirmək üçün f' birinci törəməsini tapıram. 3x-in kvadratı üstə gələ 2 və x0 nöqtəsinin yerinə yazıram. f' x0 bərabərdir 3 vurulsun -2-nin kvadratı plus 2. f' x0 biz də demişik ki bunu hesablayaq 12 16 4 12 14. Törəmənin x0 nöqtəsindəki qiyməti bucaq əmsalına bərabərdir. Bucaq əmsalını tapdıq. İndi toxunanın təllini yazıram. Birinci halda x0 nöqtəsinin funksiyanın özündə yerinə yazıram. x0 -2'dir. Funksiyanın özündə yerinə yazıram. -2'nin kubu üstə gəlinsin 2 vur -2 çıx 1. F -2 bərabərdir. -8 çıxılsın 4 çıx 1. Bu da bərabərdir -13. Aha. Sonra törəməni tapıram. Törəmədə yerinə yazmağa ehtiyac yoxdur. Çünki törəmədə yerinə yazıb zaten 14 aldım mən. Bunu almışam da mən. Deməli f' x0'ın yerinə mən burada deməli -2 yazım ki daha estetik həllimiz olsun da bizim. -2. f' x0 yəni f' -2 də bərabərdir 14-ə. Deməli mən toxunanın təllini yazmaq üçün törəmə x0 nöqtəsində funksiyanın x0 nöqtəsindəki qiyməti üstə gələk. Törəmənin qiyməti x çıxılsın x0'ın qiyməti -deyə plus 2 olur. Bu da bərabərdir. -13 üstə gələk 14x plus 28. Bərabərdir 14x plus 15. Deməli, toxunanın təllini də oldu 14x plus 15. Bucaq əmsalım da oldu 14. Bax belə. Bucaq əmsalı 14, 14x plus 15 bizim cavabımızdır. 58 nömrəli tapşırığa baxaq. Eyni prosesdə toxunanın bucaq əmsalını istəyir və təllini yazacağım. 59-a baxaq. Deməli, qrafikin absisləri nöqtələrdə çəkilən toxunanlar bir-birinə paraleldir. Biz burada nə edəcəyik? Deyir ki, A parametrin hansı qiymətinə funksiyanın qrafikinə absisləri -1 nöqtə çəkilən toxunanlar bir-birinə paraleldir. Baxın. Paraleldir nə deməkdir? Yəni paraleldir o deməkdir ki, f bunun törəməsi biz ümumiyyətlə f'-in x0 nöqtəsindəki törəməsi k-ya bərabərdir. Yəni çəkilən toxunanlar bir-birinə
paraleldir. Yəni toxunan bir düz xəttin qrafikidir da. Düz xəttdə nə vaxt düz xəttə nə vaxt bir-birinə paralel olur? K-ları bərabər olanda. Və bunun törəməsini tapaq. F eşitdirik x0 bərabərdir. F eşitdirik x bərabərdir. 3x-in kvadratı üstə gəlinsin 2ax. Yəni sənin x0 nöqtəsində yerinə yazsaq, məsələn 3x0-ın kvadratı plus 2ax0. Bax bu x0 nöqtəsindəki qiyməti k-ya bərabərdir. Bu da deyir ki, absisləri -1 və 3-də. Qrafikin absisləri -1 və 3-də toxunanlar çəkilib. Yəni x0-ın yerinə bir dəfə mən -1 yazacağam. Olacaq 3 minus 2a. Bir dəfə də x0-ın yerinə 3 yazacağam. Törəmədə daha doğrusu. Olacaq deməli 3 vurulsun 3-ün kvadratı plus 2 vurulsun 3a. Və paraleldir. Nə vaxt bunlar k-ya bərabərdir? Bu da k-dır, bu da k-dır. Birincinin k-sı, bir də ikincinin k-sı. Belə də düşünə bilərsən. Nə vaxt düz xəttlər bir-birinə paraleldir? Təbii ki, bucaq əmsalları bir-birinə bərabər olarsa. Vəssalam. Yəni əzbər şəkildə demədim. Gözünüzdə gördünüz. 27. Bu 3 minus 2, bu da 27 plus 6a. Buradan deməli olur 3 minus 27 bərabərdir 2a plus 6a. 8a bərabərdir -24. A da bərabərdir -3-ə. Bitdi. Bu qədər sadə. 60 nömrəli tapşırığa baxaq. Eyni proses burada da gedəcək. Bir dəfə x-i yeni -2, bir dəfə 1 qoyub bərabərləşdirəcək törəmədə. Belə, bitdi. Hər birinizə uğurlar arzu edirəm uşaqlar. Demək olar ki, hər bir sualın bir geniş izahını verdim. Kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın. Salamat qalın.